sonraki dərsimiz internet mövzusudur. İnternetə bağlanma üsulları, internetdə ünvanlama protokollar, internet xidmətləri, dünya hörümçək toru və axtarış sistemləri. Deməli, uşaqlar, burada qeyd olunub internet haqqında məlumat ilk dəfə harada yaranıb, neçənci illərdə. Əslində illər düşmür qəbula, amma 20-ci əsrdə yadda saxlaya bilərsiniz ki, internet ilk dəfə 20-ci əsrdə yaranıb, ABŞ Müdafiə Nazirliyi dəstəyi ilə. Əvvəlcə ARPANET olub, daha sonra iki yerə ayrılıb, Milnet və internet olaraq. Deməli, internetə bağlanma üsullarından danışaq. Müasir dövrdə internetə bağlanmanın iki üsulundan istifadə olunur. Əvvəlcə danışaq provayderlərdən. Provayder nədir uşaqlar? Provayder bizim evlərdə hal-hazırda internetdən istifadə etdiyimiz, yəni bizə interneti təmin edən şirkətlərə deyilir. Məsələn, Azərbaycanda olan provayderlər KTV, Ailə TV, bundan əlavə Baku Telekom var, Az Telekom var, yəni fərqli Citynet var, fərqli provayderlər var və bu provayderlərin köməyi ilə biz ümumi internetdən istifadə edə bilirik. Və hər bir provayderin müəyyən bir sürət qarşılığında məbləği var. Həmin məbləği ödəyərək həmin sürətdə biz internetə qoşulub orada olan məlumatlardan istifadə edə bilirik. Deməli, provayderlərlə biz internetə qoşulmağın iki əsas növündən istifadə edə bilərik. Kommutasiyalı bağlantı və geniş zolaqlı bağlantı. Gəlin tanış olaq bunlarla, kommutasiyalı bağlantı ilə. Kommutasiyalı bağlantı necə bir bağlantıdır? Əslində, bu çox köhnə bir bağlantı növüdür. Bilmirəm, yadınıza gələr, sizin dövrünüzdə bu olub, yoxsa yox. Əvvəllər internetə qoşulanda, məsələn, baxın, burada dialog bağlantısı göstərilib. Ev telefonu ilə kompüter eyni bir yerə qoşulurdu. Yəni, necə deyə bilərəm sizə? Fikirləşin ki, telefona zəng gəlirdi. Əgər biz internetdən istifadə edirdiksə, o zaman zanit gedirdi telefonda, yəni məşğul olurdu. Və ya telefondan istifadə edirdiksə, kompüterin internetinə qoşula bilmirdik. Belə deyim də, sadəcə birini icra edə bilirdik. Ya telefonla danışa bilirdik, ya da internetdən istifadə edə bilirdik. Amma ayrılmış xəttdə, geniş zolaqlı bağlantıda isə artıq ayrılıb xətləri. Yəni, telefonun xətti tutaq ki, ayrıdır, internetin, modemin xətti ayrıdır. Məsələn, baxın, burada ayrılmış xəttə aid ADSL tipli modemdən istifadə olunur və bunun nəticəsində ev telefonu ilə internetin heç bir-birindən asılılığı olmur. Ayrılmış xətti yaratmaq üçün, yəni dialog modemlərindən istifadə etmək üçün, telefon ilə modemin xətlərini ayırmaq üçün nədən istifadə olunur? Splitter adlı qurğudan istifadə olunur. Splitter elə bir kiçik bir qurğudur ki, əslində çox qurğu deyil, kiçik bir telefondan belə kiçikdir. Dediyim kimi, bu qurğu deməli, iki dənə giriş hissəsi var. Yəni, iki dənə həm telefonu qoşmaq üçün, həm modemi qoşmaq üçün yuvası var və bir dənə çıxış hissəsi var. Əslində, çox böyük bir qurğu deyil, telefondan belə kiçikdir. Sürəti də ADSL modemlərində daha sürətli olur, digər modemlərə, dialog növünə əsasən daha sürətli olur. Deməli, bir dənə də qoşulma növü var, kabel televiziyası şəbəkəsi ilə. Kabel televiziyası şəbəkəsi ilə, baxın, bizim bir dənə modemimiz olur, kabel modemi. Həm biz televizor qoşa bilirik, həm bunun nəticəsində internetdən qoşa bilirik. Yəni, hər ikisini istifadə edə bilirik kabel televiziya şəbəkəsi nəticəsində. Bir modemim olur, dediyim kimi, həm televizora qoşulur. Yəni, həm televizoru qoşuruq, televizorda deyək ki, kanallara baxa bilirik, həmçinin internetə qoşuluruq, internetdən istifadə edə bilirik. Bundan əlavə, internetə qoşulmanın digər üsulu mobil rabitəsidir, yəni GPS. Mobil rabitə, yəni biz deyirik ya, əsasən nə deyirik biz? İnternet, telefonun interneti, mobil interneti deyək. Bundan əlavə internetə qoşulan digər bir üsulu var, peyk vasitəsilə bağlanma. Peyk vasitəsilə bağlanma odur ki, artıq bu üsulda telefon xətləri yoxdur, kifayət qədər uzaqdır, mobil rabitə siqnallarda çatmır və çətin keçilən məkanlarda kompüteri şəbəkəyə qoşmağa imkan verən bir qoşulma üsuludur. Ayrılmış xətt kabelində isə kompüterə, internetə qoşulur, Wi-Fi, WiMAX kimi simsiz texnologiyalar vasitəsilə və sürəti də 100 megabit saniyəyə qədər olur. İnterneti ünvanlamadan danışaq və protokollardan. İnternetin əsasını TCP/IP protokolu
yəni internet protokolu təşkil edir. TCP IP bir-birinə sıx əlaqədədir. TCP ilə IP ayrı-ayrı protokollardır, amma bir yerdə işləyirlər. Protokol şəbəkə qovşaqlarında eyni səviyyədə olan şəbəkə kompüterlər arasında mübadilə edilən informasiya ardıcıllığını və formatını müəyyən edən qaydalardır. Yəni protokol deyəndə biz qaydalar toplusu nəzərdə tuta bilərik. TCP IP-nin hansı səviyyələri var və onlara uyğun hansı protokollar var? Birinci, bu əslində əvvəllər Dimin kitabında daha böyük səviyyələr var idi, amma daha kiçildiblər indi. Deməli, aşağı səviyyə kanal və ya fiziki səviyyədir. İstifadə olunan protokollar bunlardır. Ondan bir yuxarı səviyyə internetdir, IP protokoludur. Nəqliyyat, TCP, UDP protokoludur. Tətbiqi HTTP, TCP və FTP protokollardır. Yəni, ən aşağı səviyyə kanal və ya fiziki səviyyədir. Ən üstün səviyyə isə tətbiqi proqram səviyyəsidir. Baxın, burada TCP protokolunun işləmə prinsipi necə işləyir, o göstərilir. Bunu diqqətlə oxuyun. Çox vacib hissələrdir bu hissələr. Bizə imtahanda IP ilə bağlı nə suallar düşür? Deməli, hər bir kompüterin özünün IP ünvanı olur və hər bir saytın özünün IP ünvanı olur. IP ünvanı 4 hissədən ibarət olur və burada ədədlər 0-dan 255 aralığında qiymət ala bilir sadəcə. 4 dənə ədəd, 3 dənə nöqtədən bir-birindən ayrılırlar. Əslində, bütün saytların hər birinin IP ünvanları olur. Əslində, onlar IP ünvanla biz onları daxil ola bilirik. Sadəcə olaraq bu IP ünvanlar ədədlərdən ibarət olduğuna görə ədədləri yadda saxlamaq daha çətindir. Buna görə də IP ünvanlar əvəzinə domen adlarından, yəni domain name sistemindən, DNS sistemindən istifadə olunur. Domen adları nədir? Fikirləşin ki, biz əslində domen adı olaraq tutaq ki, dim.gov.az yazırıq, onun domen adıdır. Amma arxa fonda kompüter onu IP ünvan olaraq axtarışa verir. Yəni IP ünvanı tutaq ki, bu 192.168.1.34-dür. Domenlər də bir neçə yerə ayrılır. Birinci səviyyəli domenlər, ikinci səviyyəli domenlər. Birinci səviyyəli domenlər deyəndə mütləq ki, ölkə adları burada qeyd olunur. Məsələn, Azərbaycan domen adı azdır, Türkiyədə TR-dir, Kanadada CAD-dır, Rusiyada RU-dur, bu formada. Domen adlarından əlavə təşkilat adları da var ki, məsələn, Gov-dur, Com-dur, Edu-dur. Bundan əlavə, gəlin IP ünvanlar barəsində nümunəyə baxaq. Əsasən nələr düşə bilər IP ünvanlardan? Deməli, IP ünvanlardan düşə bilər. Baxın, burada nümunələrdən göstərilib. Mən testlər üzərində sizə göstərəcəm. IP ünvanlardan bir düşə bilər ki, siz hər bir IP ünvanında olan ədədi çevirin ikilik qarşılığına bir o düşə bilər. Ən əsas bunlar düşür. Bir də IP ünvan olaraq düşə bilər ki, düzəlt, yəni ardıcıllıqla düz. Məsələn, bir qarşılıq verilir və deyir ki, bunları ardıcıl şəkildə necə düzmək olar ki, düzgün alınsın və bu açıq sual da ola bilər. Biz də elə eləməliyik ki, bizim aralığımız qeyd edirik 0-dan 255 aralığında olmalıdır. 0 da ola bilər, 255 də ola bilər, ondan artıq ola bilməz. Məsələn, birinci ədədi mən burada nə yaza bilərəm? Tutaq ki, baxın, tutaq ki, x yazsam 3.235.19 Məsələn, baxın, bu x, y, z, t yazsam alınmayacaq. Çünki 2124 alınacaq bunlar birləşdirəndə. Bu da aralığı pozur. Deməli, bunları sonuncu yaza bilmərəm. Tutaq ki, gəlib t-ni birinci yazsaq, Məsələn, t 24-dür. Sonra x-i yazsaq 3.235. Sonra y-i yazsaq .198. Ondan sonra .20 var. Baxaq, bu aralıq bizi aşır, xeyr, aşmır. 243, 235, 198, 21 hər biri bizim aralığımızdadır. Yəni 0-dan 255 arasındadır. Deməli, bu düzgündür. Birinci t-ni 24 yazdığımıza görə bu t-nin qiymətidir. Sonra 3.235-i yazdığımıza görə bu x-in qiymətidir. Sonra 198-i yazdığımıza görə, yəni daha doğrusu .19-u yazdığımıza görə bu y-in qiymətidir. Növbətdə z-in qiymətidir. T, x, y, z. T, x, y, z. A variantı. Deməli, bu sualın cavabı da A variantıdır. Bunun indi mən nəzəriyyə hissəsində göstərəcəm. Gəlin elə bu sualın üzərində lap göstərək. Necə düşə bilər başqa cür formada suallarda. Qəbulda mütləq IP ünvanı bir dənə sual var. Bunu sərgəli şəkildə yazaq.
Baxın, yazıram. Daha sonra bunun hansı versiyası düşə bilər, onu mən sizə göstərəcəm. Və bu bizim IP ünvanımızdır. Nə deyir? Deyir ki, bu IP ünvanı çevir ikilik say sisteminə, ikilik qarşılığına. Biz də bilirik ki, onluq say sisteminə, ikilik say sisteminə çevirmənin birbaşa üsulu var bizdə. Məsələn, əgər 243-ü yazaq. Mən onluqdadır, ikiliyə necə çevirirəm? 243-dən 2-nin qüvvətlərini çıxardıram. 243-ün içərisində 2-nin hansı qüvvəti var? 208 böyükdür, 207 var, yəni 128. Baxın, yazıram, 207. 243-dən çıxıram 128-i. 13-dən 8 çıxanda 5, 3-dən 2 çıxanda 1, 2-dən 1 çıxanda 1, qaldı 125. 115-in içərisində nə var? 2 üstü 6. Baxın, yazıram, 2 üstü 7, üstə gəlsin, 2 üstü 6. 115-in içərisində bəs 2 üstü 6-nı çıxanda 64. 1, 11-dən 6 çıxanda 5, 51. 51-in içərisində nə var? 2 üstü 5 var. 51-dən çıxanda 32-ni, 12-dən çıxanda 2-ni qalacaq. 11-dən çıxanda 2-ni qalacaq 9, 4-dən çıxanda 3-ü qalacaq 1. 2 üstü 4 var, 19-dan çıxıram 16-nı, qalır 3. 2 üstü 2 var, 2 üstü 1 var daha doğrusu. 3-dən çıxıram 2-ni, qalır 1 və 2 üstü 0 var. 2-dən çıxıram 2-ni, qalır 0. Baxın, 2 üstü 1 var və 2 üstü 0 var. Çünki hər hansı bir ədədin üzərində 0 bizə mütləq ki 1-i verəcək. 2 üstü 4, 2 üstü 2 və 2 üstü 0. Nə edirəm? Baxın, baxıram başdan sona qədər, yəni 7-dən 0-a qədər. Ola bilər ki, 0 olmasın. 0 olmasa da sona qədər yazmalısınız. 7-dən 0-a qədər hansı rəqəmlər varsa onların yerinə 1, olmayanların yerinə 0 yazıram. 7 var 1, 6 var 1, 5 var 1, 4 var 1, 3 yoxdur, 2 var 1, 1 yoxdur, 0, 0 var 1. Deməli, 243-ün qarşılığı ikilikdə budur. Məsələn, 21-in qarşılığı nədir? Qısaca yazaq 21-i. 21-i onluğa ikiliyə çevirəndə 21-in içərisində 2-nin hansı qüvvətləri var? 21-in içərisində 2 üstü 4 var. Ən böyük 2 üstü 4 var. 21-dən çıxanda 16-nı qalır 5. Deməli, yazıram 2 üstü 4, üstə gəlsin. 5-in içərisində 2 üstü 2 var. 5-dən çıxanda 4-ə qalır 1. 1-in içərisində isə 2 üstü 0 var. 2-dən çıxanda 2-ni qalır 0. Deməli, 2 üstü 4, üstə gəlsin 2 üstü 2, üstə gəlsin 2 üstü 0. 4 var 1, 3 yoxdur, 2 var 1, 1 yoxdur, 0 var 1. Bu da 21-in qarşılığıdır. Baxın bu formada. Gəlin nəyə baxaq? Deməli, dedik ki, domen adlarından danışdıq. Domen adı yaradarkən müəyyən prinsiplər nəzərə alınmalıdır. Seçilmiş saytın adı, seçilmiş ad saytın məzmununa uyğun gəlməlidir. Məsələn, deyək ki, biz bir, nə deyə bilək, bir oyuna aid bir veb-sayt yaradırıqsa, onun adını mən gəlib informatika dərsi qoysam və ya kitab qoysam, nə bilim, bizim saytımıza uyğun olmayan ad qoysam, artıq burada prinsip pozulmuş olacaq və ad çox uzun olmamalıdır. Adlarda mütləq ingilis dili əlifbasından istifadə etməliyik. İndi baxaq internet resurslarının rəsmi yeri, yəni URL ünvana. URL ünvan nədir? Baxın, hər bir ad iki hissədən ibarətdir. Birinci hissədə resursun identifikatorudur. İkinci hissə həmin resursun yerləşdiyi yeri təyin edir. Məsəl üçün, baxaq. Bir dənə URL ünvan göstərir, mən yenə göstərəcəm sizə. dim.gov.az saytında bir xəbərə və orada bir fayla keçid olunub. Deməli, HTTP hissəsi nədir? Hypertext Transfer Protocol. Yəni, hipermətnlərin ötürülmə protokolu, belə deyək, transfer protokoludur. Bu protokoldur, resursun web səhifə olduğunu bildirir. Qalan hissədəki dim.gov.az hissəsi isə resursun yerləşdiyi kompüterin domen adını bildirir. Gov.az. Az birinci səviyyəli domendir. Deyə bilərsiniz ki, mənimə gov gəlib, sonra az gəlib. Xeyr. Az ölkə adı olduğuna görə, yəni ölkə domen olduğuna görə o birinci səviyyəlidir. Yəni birinci səviyyəli domen, ikinci səviyyəli domen bu formada gedir. Kompüterin domen adıdır. Daha sonra news index PHP isə ayrıca web resursun, web səhifənin adını göstərir. İnternet xidmətlərindən danışaq. İnternet xidmətləri, yəni internetdə istifadə olunan müəyyən xidmətlər var. Hansılardır bu? Əsasən istifadə olunan, ən çox istifadə olunan xidmətlər 3 dənə W xidmətidir. Yəni, ümumdünya hörümçək toru, www, elektron poçtu, e-mail, yəni telekonferansdır, adi telekonferans, Zoom-da yaradılan telekonferanslar və ya Teams-də yaradılan telekonferans proqramları, telnet,
kompüterin uzaqdan idarə olunması, FTP, faylların transfer protokolu, IRC, IP-Phone. Gəlin bunlar haqqında qısa-qısa danışaq. Deməli, 3 dənə W, yəni ümumdünya hörümçək toru nədir? Burada bütün məlumatlar web səhifələr şəklində təqdim olunur və web səhifələrin adi mətnlərdən, hipermətnlərdən, şəkillərdən, musiqilərdən və sair ibarət ola bilir. İnternetdə yerləşdirilmiş web səhifələrə baxmaq üçün xüsusi proqramlardan, web brauzerlərdən istifadə olunur. Bu web brauzerlər haqqında da növbəti hissələrdə sizlə tanış olacağıq. Deməli, 3 dənə W xidmətində verilənlərin ötürülməsi HTTP, yəni Hypertext Transfer Protocol vasitəsilə həyata keçirilir. Bayaq da qeyd etdiyimiz kimi HTTP hipermətnlərin ötürülməsi protokoludur. Bəs FTP nədir? FTP isə fayl transfer protokoludur, yəni faylların transfer protokoludur. Əgər bizim internetdə faylların biri kompüterdən digərinə ötürülməsi FTP xidməti ilə təmin olunur. Yəni əgər biz görsək ki, belə deyək də, bir ünvanın qarşısında FTP yazılıbsa, deməli bu fayl transfer protokoludur. Faylların ötürülməsi üçün istifadə olunur. Bəs telekonferans nədir? Baxın, telekonferansın digər adı Usenet-dir. Bəzən Usenet olaraq düşür suallara. Usenet xidməti nədir? Usenet xidməti biz onlayn konferansların təşkil edə bilərik telekonferans proqramları nəticəsində. Adi, məsələn, pandemiya dövründə dərslər onlayn olduğu müddətdə biz Teams platformasından istifadə etdik. O da bir telekonferans proqramıdır. Və fikirləşin ki, bir şirkətin işçiləri var və hər bir işçi də fərqli-fərqli ölkələrdə yaşayır. Onlar müəyyən konferanslar keçirdirlər. O mütləq deyil ki, hər biri gəlsin, yəni şəkildə bir yerə yığılsın. Sadəcə olaraq onlar internet vasitəsilə telekonferans nəticəsində bir-birlərindən müəyyən konferanslar, iclaslar təşkil edə bilərlər. Bunun üçün dediyim kimi telekonferanslarda istifadə olunan proqramlar Zoom-dur və ya Teams-dir, əsasən bunlar istifadə olunur və ya Google Meet-dir bizim istifadə etdiyimiz proqramlar bura aiddir. Telekonferanslarda mütləq biz öz adımızdan istifadə etməliyik, çünki əsasən ciddi məqsədlər üçün istifadə olunur. Xidməti nədir? Uzaqdan kompüterin idarə olunmasıdır. Yəni, nə deyə bilərik buna? Fikirləşin ki, sizin kompüterinizdə müəyyən problem var və ustanız hal-hazırda sizlə eyni şəhərdə deyil və ya onun yanına apara bilmirsiniz, müəyyən bir problemlər var. Telekonferans proqramları, internet proqramları, yəni internet xidmət proqramları vasitəsilə o sizin kompüterinizdə qoşulur, müəyyən bir parol nəticəsində təbii ki də, onun sizin icazənizlə və orada olan problemi əgər mümkündürsə həll etmək, həll edə bilər. Və ya sizin iş kompüteriniz var, məsələn, bu proqramlardan biri TeamViewer proqramıdır. Orada hər dəfə yeni bir parol verir. Yəni, kompüteri söndürdünüz, artıq yeni parol verilir giriş üçün. Amma siz orada standart parol, bir dənə parol qoyub, məsələn, iş kompüteriniz üçün bunu edə bilərsiniz. Fikirləşin ki, siz evdə işləməlisiniz, işdə olan bir faylın üzərində və həmin fayl artıq iş kompüterindədir. Bu proqramlar vasitəsilə asanlıqla öz iş kompüterinizdə daxil ola bilərsiniz və orada olan məlumatları əldə edib üzərində işləyə bilərsiniz. Gap xidməti, chat xidmətidir, IRC xidməti də deyirlər buna. Yəni, telekonferans xidmətindən fərqli olaraq burada insanlar öz adlarından istifadə etmirlər, əsasən taxma adlardan istifadə edirlər, əsasən də ünsiyyət saxlamaq üçün istifadə olunan bir, belə deyək, xidmətdir. IP telefoniya xidməti, IP protokolundan istifadə etməklə səs siqnallarını ötürən bir texnologiyadır. Yəni, IP telefoniya xidməti onlayn telefon zəngləri etməyə imkan verir. Blog nədir bəs? Uşaqlar, blog bilirsiniz məncə hərfiniz. Blog, bloger, blogosfer, bu dəqiqə hər birinizin bildiyi əsasən, belə deyək də, mövzulardır bunlar. Blog, fikirləşin ki, siz bir blog işlədirsiniz, o blogda sizin blogunuzun məzmununa əsasən müəyyən məlumatlar paylaşırsınız. Şəkillər olsun, müəyyən məlumatlar olsun. Sadəcə blogda belə bir tərs xronoloji ardıcıllıq var. Normalda, deyək ki, yeni məlumatlar ardıcıllıq necə olmalıdır? Məsələn, birinci məlumat paylaşılan, sonra ikinci paylaşılan məlumat, amma blogda isə elə deyil. Son daxil olunan məlumat əvvələ keçir, yəni tərs xronoloji ardıcıllıq var. Blog nədir bəs? Blogçu nədir bəs? Bloger, yəni bloqun sahibinə deyilir, yəni bloqu işlədənə deyilir. Blogosfer isə həmin bloqu izləyən topluma deyilir. Web forum bəs nədir və internet forumu? Uşaqlar, web forumdan bloqun fərqi var. Web forum, internet forumunda fikirləşin ki, bir müzakirə
məqsədi ilə yaradılır, bir fikir irəli sürülür və insanlar o forumda öz fikirlərini yazırlar, müzakirələr eləyirlər. Amma bloqda isə elə deyil. Bloqda bir nəfər öz bloquna aid məlumatlar paylaşır və izləyicilər orada həmin məlumatları oxuyurlar, həmin məlumatlara baxırlar. Forumda isə müzakirə məqsədi ilə istifadə olunur. Sosial xidmətləri, məncə şəbəkə xidmətlərini hər biriniz bilirsiniz. Hal-hazırda hər bir insan demək olar ki, sosial şəbəkələrdən istifadə edirlər. Facebookdur, Google Plus'dur, Tumblr'dır, nə bilim Twitter'dır, Instagram'dır. Adi WhatsApp belə əslində sosial media bir proqramıdır. Sonra axtarış sistemlərinə baxaq. Axtarış sistemləri nədir uşaqlar? Fikirləşin ki, siz internetdə gəlib bir məlumat axtarırsınız axtarış sistemlərində və həmin məlumatda əsasən bizim qarşımıza milyonlarla yazı çıxır. Əsasən daha əvvəl, məsələn, müəyyən bir veb saytlar çıxır, veb səhifələr çıxır. Daha yuxarıda olan məlumatlar, veb səhifələr bizim məzmunumuza daha yaxın olur. Aşağıda olanlar isə nisbətən daha kənar məzmunlu olur. Biz nə edə bilərik bu zaman? Məsələn, axtardığımız sırf həmin məlumata aid veb saytlar çıxsın deyə nələr edə bilərik? Deməli, axtarış sisteminin proqramının əsas hissəsidir. Burada proqramlar verilənlər bazasına saxlanılan milyonlarla yazının arasında axtarış aparır. İkincisi isə hörümçəkdir, yəni spiderdir, yaxud soxulcandır, crawlerdır. Hörümçək soxulcan açar sözlərə görə internetdə axtarış aparır, tapdığı səhifələri axtarış sisteminə verir. O mütəmadi olaraq icazəli və ya icazəsiz şəkildə veb səhifələri avtomatik yoxlamaqla onların məzmunu və isnadları barədə məlumatları toplayır və həmin məlumatları bizə indeksləyib ötürür. Bayaq da dediyim kimi ardıcıllıqla uyğunluq olanlar daha yuxarıdadır, uyğun olmayanlar isə daha aşağıdadır. İndeksləmə də dedikdə sənəddə istifadə olunan açar sözlər, xülasələr, domenlərin yerləşmə ünvanlarından ibarət verilənlər bazasının avtomatik şəkildə yaradılması proseduru başa düşülür. Axtarış sistemlərində biz açar sözlər veririk və açar sözlər verərkən necə edə bilərik ki, bizim yazdığımız məzmuna tam uyğun məlumatlar ekrana çıxsın, veb səhifələri ekrana çıxsın. Burada relevantlıq dərəcəsi nədir bir baxaq. Relevantlıq dərəcəsi nədir? Yəni bizim yazdığımızla ekrana çıxanın bir-birinə uyğunluğu. Məsələn, nə deyə bilərik? Məsələn, baxaq, nə demək olar buna sizə bir nümunə. Fikirləşin ki, mən yazmışam ki, informatika dərsi axtarışa vermişəm. Həm informatika aid veb səhifələr çıxacaq, həm də dərsə aid veb səhifələr çıxacaq. Yəni, içində dərs keçən veb səhifələr varsa, məlumatlar varsa, onlar da çıxacaqlar. Amma mən sırf istəyirəmsə sadəcə informatika dərsi ikisi, yəni bu söz birləşməsinin olduğu veb səhifələr çıxsın. O zaman mən onları dırnaq içində yazmalıyam. Görün, mən bilmirəm, nəticələr burada göstəriləcək yoxsa yox. Əvvəllər göstərirdi. Yenə də bir dənə yoxlayaq. Baxın, gəlirəm, bura yazıram. Yazıram informatika dərsi. Görün, mənə nəticələrin nə qədər olduğu çıxacaq ekrana. İndi burada tam göstərmir. Nəticə çıxmalıdır. Hansısa və yəqin ki, fərqli bir saytda nəticələr göstərməlidir burada. Baxaq görək. Hə, yazılıb. Deyir ki, yaxlaşıq 78.200 nəticə tapıldı. İndi gəlin belə bir şey edək. Dırnaq içində yazaq bu məlumatları. Gələk bura 4640 nəticə. Və gördünüz, yəni sadəcə 2 dənə bir başlanğıcda, bir də sonda dırnaq işarəsi qoymaqla nəticələrin sayını görün nə qədər azaldı. Əvvəl nə qədər idi, indi nə qədər oldu. Deməli, bu relevantlıq dərəcəsidir. Mənim nə olacaq? Sadəcə informatika dərsi keçən veb səhifələri. Amma digər halda isə həm informatikaya, həm də dərsi olan veb səhifələri ekrana çıxartacaqdır.